Dünyanın gözü önündə savaşlar, müharibələr, münaqişələr baş verir. Nə üçün baş verir? Yəni insan olaraq, yəni biz insan olaraq, bəşər insanları olaraq bunu analiz etməliyik. Nə üçün savaşlar, müharibələr artıq baş verir? Niyə baş verir? Mən sizə deyim. Onun üçün, baxın, onun üçün baş verir ki, dünyada güclər nisbəti bərabər deyil. Əgər bugün dünyada güclər nisbəti bərabər olsaydı, dünyada bəşər tarixində savaşlar, müharibələr, münaqişələr olmazdı. Bütün dünya ölkələri sülh, əmin-amanlıq içində daxilində yaşayardılar. Amma çox təəssüf olsun ki, dünyada güclər nisbəti bərabər deyil. Məsələn, bugün Rusiya güclüdür, Suriya zəifdir. Siz burada sülh, barış görürsünüzmü? Əsla. Çünki biri güclü dövlət, biri zəif dövlət. Burada sülhdən, barışdan söhbət gedə bilməz. Yəni, dünyaya sülhün, barışın gəlməsi üçün gərək dünyada güclər nisbəti bərabər olsun. Ondan sonra sülh də olacaq, barış da olacaq, əmin-amanlıq da olacaq. İnsanlar barış, sülh daxilində bir-birlərinə qardaş deyəcəklər.